Amma bugün biz hər eybəcərliyi ictimailəşdirib insanlara göstəririk axı. Yox, o eybəcərliyi göstərməyin də bir mənası yoxdur. Görürlər də onu onsuz da. Yəni, o tirajlamaqla sən cəmiyyətə nə fayda verə bilərsən? Məsəl üçün, bir insan pis iş görür. Sən onu o gördüyü pis işə görə söysən, o düzələcək. Danlasan, o düzələcək. Ona həbs versən, o düzələcək. Yəni, mən buna inanmıram. Mən ona inanıram ki, o insanın yaxşı cəhətləri var. Onları göstərmək lazımdır. O, onlara özü də inanmalıdır. O bilməlidir ki, bu cəmiyyətin içərisində ona bu cəhətlərinə görə hörmət edirlər, bu cəhətlərinə görə sevirlər. Ən sevilməyən insanlar var. Çox belə üzündə nur yoxdur bizim dillə desəkdə belə xalqın içərisində belə deyirlər ki. Nursuz insan. Yəni, nuru yoxdur. Ya, məsəl üçün, dünya görüşü çox sənə görə ilk baxışdan çox dardır. Çox sevimsiz, sevgisiz insana bənzəyir, amma onun da sevəni var. O da ailəsinə daxil olanda qucağına atılan insanlar var, onu qucaqlayan insanlar var. O sevgini oradan aldığına görə o evdə cəmiyyətdəki kimi deyil. Cəmiyyətdən sevgi ala bilmədiyinə görə orada dəyişir. Əgər cəmiyyət də biri-birini o sevgini ötürə bilsə... Bəlkə evdən sevgi almadığına görə elə cəmiyyətdə özünü o cür aparır. Yox. O insanın... Bax, hər yerdə insan özü üçün təhlükəsizlik bufer deyirlər, bufer zona deyirlər və yaxud siyasətdə deyirlər, bunu dövlətlər arasında. İnsan hamımızda o var. Bir təhlükəsizlik zonası yaradırıq ki, ora qədər insanlar o məsafəni keçməsinlər, ora qədər gələ bilsinlər. Qırmızı cizgi olur da. Qırmızıdan qabaq bir dənə də orada başqa bir rəngdə bir cizgi düzəlmiş ki, qırmızı son etapdır. Aha. Danışanda da insanlar elədir. Məsəl üçün, bir-birinə söhbət eləyəndə, qrup halında ya ikili, üçlü söhbət eləyəndə bəzən insanlar lazım olmayan mövzulardan özləri qaçırdırlar söhbəti. Söhbəti dəyişirlər. Hətta bura qədər deyə bilərəm ki, bəzən insan ona görə danışır ki, insanların ondan soruşa biləcəklərini önləsinlər. Ki, o suallar onlara verilməsin. Bəzən danışır ki, mövzudan çox uzaqlaşsın. O mövzuya gəlib çıxmasın söhbət. Yəni, danışmaq hələ haqqı demək deyil. Hər şey demək deyil. Danışmaq eyni zamanda o həqiqəti örtbasdır etmək də onun içərisinə gedir. Hər danışan haqqı demir ki, danışanların böyük əksəriyyəti haqqı gizlətmək üçün danışır. Haqqı demək üçün yox.